Bütün fənlər isə ingilis dilində tədris olunur. İmtahanların ədalətli və şəffaf formada keçirildiyini düşünürəm. Bitirdiyiniz zaman əlinizdə 2 diplom olmuş olur. Olan səmimi mühit və əsasən də müəllim kollektivi, xarici görünüşündə müəyyən dəyişikliklərin olmasını istəyərdim. Salam, mən Tağzadə İlkəni, Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimi ixtisasının 2-ci kurs tələbəsiyəm. Bu günləri universitet haqqında məlumat verəcəm və oradakı tələbə heyəti, həmçinin müəllim kollektivi haqqında ətraflı danışacağam. Bu universiteti seçməyinizə əsas səbəb nə oldu? Ümumiyyətlə, dil öyrənmək mənim abituriyent vaxtlarından ən böyük marağımı cəlb edən yönlərdən biri idi və düşünürəm ki, dil öyrənməyi ən yaxşı məkan olaraq Azərbaycan Dillər Universiteti tədris edir və buna görə də Azərbaycan Dillər Universiteti əslində mənim ixtisas seçimimdə ən yuxarı sıralarda yazdığım universitetlərdən biri idi. Bu universitet haqqında sizə ən çox verilən sual nə olub? İmtahanlarla bağlı olub və universitetin xarici görünüşü ilə bağlı. Bütün fənləri ingilis dilində keçirsiniz və yaxud da sizə tədris olunur kimi suallar idi. Xeyr, bütün fənlərimiz ingilis dilində deyil. Biz həm Azərbaycan dilində, həm də ingilis dilində təhsil alırıq. Əlbəttə, əgər siz Essex qruplarından qeydiyyatdan keçirsinizsə, bütün fənlər sizə ingilis dilində tədris olunur. Lakin normal qruplarda bu belə formatda deyil. İmtahan sessiyaları da düşünürəm ki, bütün tələbələr üçün uyğun və əlverişli formada keçirilir. İmtahan zamanı biz artıq suallarla əvvəlcədən tanış olmuş vəziyyətdə oluruq və imtahan sualları müəllimlərimiz tərəfindən təqdim olunur. Və bu da düşünürəm ki, ən böyük alternativdir əslində. Çünki bəzi universitetlər imtahan suallarından tanış olmadan imtahan verirlər və bu müəyyən çətinliklər yaradır. Ümumi götürdükdə imtahanların ədalətli və şəffaf formada keçirildiyini düşünürəm. Essex qrupları əsasən birinci kurslarda müəyyənləşdirilir. Belə ki, siz Essex qruplarına daxil olmaq üçün ad soyadınızı rəhbərliyə təqdim edirsiniz və daha sonra Essex qrupları üçün xüsusi imtahan və qeydiyyat forması olur. Siz o imtahandan keçdiyiniz zaman artıq imtahandan keçmiş şəxslərlə bir yerdə sizə xüsusi qruplar ayrılır. Essex qruplarında olan bütün tələbələrin tədrisi ingilis dilində aparılır. İkili diplom müqaviləsidir. Yəni siz universiteti bitirdiyiniz zaman əlinizdə 2 diplom olmuş olur. Bu da təbii ki də həm sizin gələcək karyeranıza daha böyük avantajlar və üstünlüklər yaradır. Xarici görünüş məsələsinə toxunsam əgər, reallığa baxdıqda, bəli, Azərbaycan Dillər Universiteti çox vaxt ilk dəfə daxil olan birinci kursların gözləntilərini qarşılamaya bilir. Əsasən də Təbriz korpusu. Xarici görünüş olaraq bəzi universitetlərdən biraz yerdə qala bilir, amma artıq bir müddət sonra universitetdə olan səmimi mühit və əsasən də müəllim kollektivi sizin universitetə olan baxışınızı dəyişir. Açıqlığına qalsa birinci kursa daxil olarkən, bəli, universitetin xarici görünüşü bir abituriyent kimi ilk daxil olanda, bir tələbə kimi daha doğrusu, mənim də gözləntilərimi qarşılamamışdı. Amma universitetdə xarici görünüşün bərpası ilə bağlı da müəyyən işlər həyata keçirilir. Otaqlarımız yaradılır ki, müasir resurslarla təmin olunub. Təbii ki də az sayda olsa da yenə də mövcuddur. Amma düşünürəm ki, universitetdə xarici görünüş əslində sizi ilk başda cəlb edən amil kimi gəlsə də tələbəyə, bir müddət sonra artıq başa düşürsən ki, xarici görünüş nə qədər önəmli olsa da əslində vacib olan universitetin təhsil səviyyəsi və müəllim kollektivinin sizə yanaşmasıdır. Ümumilikdə götürdükdə Azərbaycan Dillər Universitetinin müəllim kollektivi və universitetin təhsil səviyyəsi sizi qane etdikdən sonra xarici görünüşün əslində çox da önəmi qalmır. Bir müddət sonra siz ona öyrəşirsiniz, belə deyim. Xarici dil müəllimliyi ilə filologiya arasındakı fərqlər nədir? Açığı ingilis dili və ədəbiyyatı ixtisası ilə müəllimlik ixtisasının arasında nə qədər böyük fərqlər var, məlumatım yoxdur, amma belə deyə bilərəm ki, yəni ingilis dili və ədəbiyyatı ixtisasını bitirən hər hansı bir şəxs tərcüməçi kimi ingilis dili müəllimi işləyə bilmir. İngilis dilinin ədəbiyyatı və onun dərinliklərlə bağlı olan bir ixtisas olur. Yəni həmin şəxs daha çox ingilis dilinin özünü mənimsəyir. Müəllimlik ixtisasını bitirən şəxs isə ingilis dilini mənimsəməklə yanaşı pedaqoq kimi artıq insanla işləməyi və biz bununla yanaşı bir çox fənlərdə keçirik. Psixologiya, pedaqogika ki, davam edici fən kimi biz bunu, məsələn, pedaqogikanı 2 semestr ərzində keçirik. Yəni ingilis dilinin ədəbiyyatını və ingilis dili ixtisasını öyrənən bir şəxs sadəcə olaraq dilin özünü mənimsəmiş olur. Amma müəllimlik bitirən şəxs artıq həm ingilis dilinin özünü mənimsəmiş vəziyyətdə olur, həmçinin də pedaqoq
pedaqoq kimi fəaliyyət göstərə bilər. Universitetdə verilən qərarlar tələbə rəyinə əsaslanırmı? Universitetdə verilən qərarların hər biri tələbə rəyinə əsaslanmır, amma təbii ki də əgər tələbəyə birbaşa təsir edə biləcək qərarlardırsa, bunlarda sorğular vasitəsilə Azərbaycan Dillər Universitetinin tələbələrinə ötürülür və tələbələr də orada bəzən anonim, bəzən isə ad-soyad qeyd edərək öz şəxsi fikirlərini bildirirlər. Bununla yanaşı hər hansı bir belə deyim qərar qəbul olunduqda, məsələn müəyyən qədər etiraz yaradırsa tələbələrdə, bu dekanlığa bildirir və dekanlıq artıq həmin o məsələni müzakirəyə qaldıra bilir və yaxud da ortaq bir qərar alına bilir. Səni həqiqətən inkişaf etdirən bir dərs və ya müəllim olubmu? Məni həqiqətən inkişaf etdirən bir dərs və müəllim düşünürəm ki, dil bacarıqları fənnidir ki, o fənn bizim birbaşa ixtisasımızla bağlıdır və biz onu 4 ilin bütün semestrlarında tədris olunur bizə. Konkret bir müəllim adı demək düzgün olmaz, amma düşünürəm ki, bu günə qədər olan bütün dil bacarıqları üzrə fənn müəllimlərim mənim inkişafımda xüsusi yer ayırıb. Çünki bir müəllimimiz IELTS üzrə bizi yönləndirərkən, digəri bizim əslində describe-mızı, yəni şəkil təsvirimizi və yaxud da hadisələri təsvir etmə bacarığımızı məsələn inkişaf etdirib. Başqa bir müəllimimiz idiomlar və yaxud da frezlər öyrənməyimizdə bizə kömək edib. Onların ortaq bir belə deyim fəaliyyətini götürdükdə mən dil bacarıqları fənnini ixtisasımda çox effektiv görürəm. Bu universiteti seçmək istəyən abituriyentlərə nə demək istərdiniz? Universiteti və ixtisas seçən abituriyentlərə demək istəyərdim ki, nə qədər universitet gözləntiləriniz, daha doğrusu xarici görünüş olaraq gözləntilərinizi bəlkə də qarşılamasa da, əmin ola bilərsiniz ki, universitet heyəti və ümumiyyətlə mühiti sizin gözləntilərinizi qat-qat qarşılayacaq və əgər siz müəllim olmaq və dil sahəsində özünüzü inkişaf etdirmək istəyirsiniz, Dillər Universiteti ən yaxşı seçimdir. Universitet seçimi edən gənclər üçün məsləhətiniz nə olar? Düşünürəm ki, əgər universiteti seçmisinizsə, deməli dilə marağınız var və məsələn seçdiyiniz ixtisasa uyğun olaraq artıq başlayıb məsələn hər hansı bir təlimlərə qoşula bilərsiniz, yaxud da kurslara gedə bilərsiniz. Yəni lap əvvəldən ingilis dilinizin təməlini və yaxud da başqa dillər olsun, təməlini daha sağlam edə bilərsiniz. Bununla yanaşı, məsələn, tərcümə ixtisası üzrə oxuyursunuzsa, bununla bağlı müxtəlif sessiyalara qoşula bilərsiniz. Universitetinizdə nəyi dəyişmək istəyərdiniz? Hər bir Azərbaycan Dillər Universiteti tələbəsi kimi, yəni əksər tələbəsi kimi, Dişki Universitetin bayaq da vurğuladığım kimi, xarici görünüşündə müəyyən dəyişikliklərin olmasını istəyərdim. Bundan başqa, yəni universitetimdə hər hansı bir şikayət edə biləcəyim məqam yoxdur. İmtahan cavabları gec çıxır, amma xəlifə layihəsində bir çox tələbələrin vəd etdiyi vədlərdən biri imtahan cavablarının tez çıxması ilə bağlı idi. Belə deyim, artıq onların ortaq qərarları elan olunacaq. Düşünürəm ki, əgər onların qərarlarının arasında imtahan cavablarının tez çıxması məsələsi qaldırılıbsa və rektor da buna rəsmi möhür vuracaqsa, artıq bu problem də aradan qalxacaq. İxtisası əksərən qızlar seçir, yəni bunu nəzərə alın. Amma belə deyim, yəni sizin qrupunuzda tək ya da 2 nəfər olsa belə oğlan tələbələr ola bilər. Şəxsən mənim öz qrupumda da var. Hansı ki, o da yüksək balla daxil olmuş bir tələbədir. Amma mən bunu bir mənfi cəhət kimi görmürəm. Çünki qrupda hamısı qız və yaxud da hamısı oğlan olduqda düşünürəm ki, əslində birlik və bərabərlik daha çox olur, nəinki qarışıq. Mən bunu digər yoldaşlarımda, yəni daha doğrusu dostlarımda görmüşəm ki, hansının qrupunda qız və oğlan qrupları qarışıqdır, onlarda problem daha çox yaranır. Abituriyent illərinə qayıtsan, yenə də bu universiteti və ixtisası seçərdinmi? Abituriyent illərinə qayıtsam, əgər yenə dili sevirəmsə və yaxud da dil sahəsində özümü inkişaf etdirmək istəyirəmsə, bəli, seçərdim. Son olaraq bizə və abituriyentlərə nə demək istəyərdin? Ümumiyyətlə demək istəyirəm ki, bir ixtisas seçmək yalnızca ixtisasın adını seçmək və yaxud da orada təhsil alacağınız deyil, həyatınızı əslində necə formalaşdıracağınızı göstərir. Yəni siz universiteti seçməklə bir növ belə deyim, gələcəyinizi formalaşdırmış olursunuz. Ona görə də universitet seçimində maksimum şəkildə diqqətli olun və universitetin bütün təhsil, tədris sisteminə yaxından bələd olmuş şəkildə seçin həmin universiteti. Çox təşəkkür eləyirəm bugünkü müsahibə üçün və dəvətiniz üçün. Minnətdaram. Suallarınız da olduqca maraqlı idi və düşünürəm ki, bu suallar və danışdığım mövzular da həm abituriyentlərə, həm də bu ixtisası seçmək istəyən abituriyentlərə xeyirli olacaq.